Hər vaxtınız xeyir olsun Best FM radiosunun izləyiciləri və dinləyiciləri. Bəli, bugün 25 may, bazar ertəsi. Hər birinizi xoş gördük, hər birinizə xoş gün, xoş həftə arzulayıram. Verişimizə keçməməzdən əvvəl bir təbrikim var. Bəli, bir neçə gün əvvəl radiomuzun əvəzolunmaz rəhbəri, hər birimizin sevimlisi, əziz qardaşım Aqil müəllimin doğum günü idi. Aqil müəllim, sizi doğum günü münasibətlə ürəkdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, hər zaman sağlıqlı həyat arzulayıram ilk növbədə. Sonra da işlərinizdə bol-bol uğurlar və daima uğura doğru getməyinizi arzulayıram. Bugün yəni ki... Təşəkkür edirəm. Təşəkkürümü vereyim sizə. Buyurun. Çox sağ olun, minnətdaram. Allah razı olsun. Bizim dəyərli dostlarımız var, müğənnilərimiz var, burada həmin aparıcımız var. Opa xanım da təşəkkür edirəm. Məni təbrik etdiyinə görə. Vüqar bəyə də təşəkkürümü bildirəm. Vüqar Qobulu, meyxana şairi. Mütəllim o, müğənni. Təşəkkür edirəm gəldiyiniz üçün. Var olun, mən də təbrik edirəm və salamlayacağım sizdən sonra. Çox sağ olun, minnətdaram. Yeganə xanım, siz də çox sağ olun. Buyurun. Bəli, əziz izləyicilərimiz, bizim bugünkü qonağımız hər şeydən biraz danışacağıq. Müğənni, mütəllimovdur. Xoş gəlib, səfa getirib studiyamıza. Bizə yazıb göndərə bilərsiniz. Artıq SMS-lər maşallah yazırsınız. İzləyirəm burada. Bizim müğənnimizə suallarınızı verə bilərsiniz. Təbii ki, düz 40 dəqiqə sizinlə birlikdə olacaq. Yeganə xanım, söz sizdə. Bəli, Aqil müəllim həmkarım qeyd etdi ki, bizim verilişimizin qonağı sevilən müğənni Mütəllim oldu. Xoş gəlmisiniz Mütəllim qardaş. Biz sizi sevirik, həm sənətinizi, həm insanlığınızı. Həqiqətən də mənim ürəyimdə sizin xüsusi bir yeriniz var. Bir daha xoş gəlmisiniz. Mən də salamlayıram Yeganə xanım, çox sağ olun. İlk öncə dəvətiniz üçün çox sağ olun. Və təbii ki, doğum günü elə bir ildə bir dəfə keçiriləcək bir şeydir və hər kəsin diqqəti sizin üzərinizdə olur. Mən də diqqət yetirərək sizlərə təbrik edirəm, can sağlığı arzulayıram, hər şeyin ən gözəlini arzulayıram və dəvətiniz üçün təşəkkür edirəm. Yeganə xanım, minnətdaram xoş sözləriniz üçün. Mən də sizin efir vasitəsilə bütün dinləyən hər kəs salamlayıram və maraqlı və coşqulu bir anlar arzulayıram. İnşallah, inşallah. Nəzərinizə çatdıraq ki, Mütəllimov Böyük Qarabağ xanəndəsi, Qarabağ xanəndə məktəbinin görkəmli nümayəndəsi, klassik muğamların və xalq mahnılarının mahir ifaçısı Mütəllimovun oğul nəvəsidir və hal-hazırda da Mütəllimov onun adını daşıyır və onun adına layiq bir övladdır, bir nəvədir. Hər kəsə bax belə bir ad daşıyan bir nəvə, nəticə arzulayıram. Həm də ki, Mütəllimov peşəkar musiqiçidir, ali təhsil aldı, yaxın günlərdə də deyəsən. Hətta bitirdiniz də, mən də təbrik etdim. Necə oldu bu sənətə gəldiniz? Necə başladınız bu sənətə? İlk öncə, həqiqətən də Azərbaycan muğam ifaçılıq sənətinin əvəz olunmaz ifaçılarından biri olan, 3-4 sütundan biri olan xanəndə Mütəllimovun nəvəsi olduğum üçün də fəxr hissi duyuram. Həm də, bəli, tamamilə fərqli janrlarda ifamız var. Baba xanəndədir, muğam üslubundaydı. Mən vokalistəm və mən peşəkar musiqiçi adını almaq üçün məhz yönəldim musiqi ocaqlarının birinə. Və bu lazım idi. Mütləq olaraq lazım idi. Bəli. Mədəniyyət və İncəsənət Universitetinin məzunu oldum və bir devizim var idi ki, Qarabağ alınmayınca oxumayacağam. Ay, nə gözəl bir deviz idi. Bu tamaşaçılara ilk oldu bəlkə də. Nə gözəl, nə gözəl. Və onunla da fəxr hissi duyuram ki, mən Qarabağlı olaraq mən düşünürdüm ki, ancaq Qarabağ alındıqdan sonra mən şad yanalıq edə bilərəm. Şükürlər olsun Allaha, Allah eşitdi. O çətin mübarizədən, çətin müharibədən sonra biz bu qələbəni qazandıq. Və mən də start verdim öz yaradıcılığıma. Və həmin andan da universitetə daxil oldum. Azərbaycanda sayılıb seçilən pedaqoqlardan, müəllimlərdən
Təhsil almısınız, başlıcası, bəli. bəli, Məryəm Xanbabayeva professor, ondan təhsil almışam və həqiqətən də musiqinin bütün bilmədiyim tərəflərin sirlərini öyrənmişəm. Şükür olsun Allaha. Və indi hal-hazırda fəaliyyətim var, yeniliklərlə günü-günə qataraq yeniliklərlə mən istəyirəm tamaşaçıları sevindirim. Yeni mahnılar da var, layihələr də var, amma siz vurğuladığınız kimi savadlı müğənni olmaq mən düşünürəm ki, çox vacibdir. Mütləq. Amma əsası səs olması, incəsənət elə bir şeydir ki, hər birimiz test bir kənara qabiliyyətdən imtahan veririk. Bəli, Yəni bəli. qabiliyyəti olmayan kəs ümumiyyətlə yaxınlaşması zəruri hal deyil. Bəli. Amma əgər varsa, onu təkmilləşdirmək üçün, daha da doğru və dürüst addım atmaq üçün təhsil mütləq. Mütləq və savadlı peşəkar musiqiçi, müğənni olmaq, hətta ifaçı olmaq özü gözəl bir, deyərdim ki, nüansdır. Nə barədə? Çünki o eşitməlidir, ən azı notları bilməlidir. Bəli. Və müğənni də bilməlidir ki, nə oxuyur, nə eşidir. Bunun üçün də nə lazımdır? Mütləq təhsil lazımdır və musiqi təhsili. Yaxşı, deməli, Mütəllim bəy, siz ailədə böyüyəndə artıq babanızı bəlkə də görmüsünüz, görməmisiniz, bilmirəm. Görməmisiniz, amma sadəcə onun xatirələrin yaşadılar evdə sizin üçün və onun oxuduğu mahnılarla bəhrələnib böyümüsünüz və bir qərar vermisiniz ki, təbii ki, səs Allah Taala'dan verilən bir vergidir və bu nəsildən nəsilə keçir və sizə keçib bu. Son dövrdə olan bu çevrilişlə deyim, bir balaca razıyam. Son dövrdəki vəziyyətlə razıyam. Ondan öncəki efirlərimizdən mən razı deyiləm. Amma illər öncə efirlərə qayıtsaq, mən deyərdim ki, Azərbaycanın hər zaman öz gözəl müğənniləri, sənətkarları, aktyorları, artisti fərq etməz. Yəni, hər zaman yüksək ruhda və yüksək səviyyədə olur. Son dönəmlər, bəli, demək olar ki, onu əfsuslar olsun ki, itirmişdik, amma yavaş-yavaş bərpa edirik, baxıraq. Yəni, bərpa edə bilirikmi bugün? Yavaş-yavaş. Yavaş-yavaş. Çünki biz uçuruma doğru gedəndə də yavaş-yavaş olsun bu məsələ. Bu birdən-birə baş vermədi və indi hal-hazırda mən düşünürəm ki, hər bir şey öz əlimizdədir. Onu kommersiya kimi istifadə etməsək, nəsilləri ötürəcək bir tərzdə təqdim etsək, hər kəs də bilir ki, öz evində evladı böyüyür, onun efirlərə baxanda hansı tərbiyəni alacağı, hansı müsbət və mənfi tərəfləri olduğunu, onun mənimsəməsi məsələsində onu düşünsə, efirdəkilər belə mənə elə gəlir ki, bu məsələyə ciddi yanaşar. Həmkarım Aqil müəllimdədir söz. Buyurun Aqil müəllim, sualınız var. Mən SMS-lər səsləndirmək istəyirəm. Buyurun. SMS-lərimiz çoxdur. Buyurun. SMS-lər səsləndirmək istəyirəm. Bizə yazıb göndəriblər. Ülkər Baxşev yazıb bizə, Ağdaşdan yazıb ki, salamlar hər birinizə, təşəkkür edirəm. Naxçıvandan bizə yazıblar. Adiko bəy yazıb ki, salam aleykum, müğənniniz də xoş gəlibdir. Çox sağ olun. Təşəkkür edirəm, minnətdaram. Və bizə User 444 yazıb ki, Aqil bəy, görüntü daha yaxşıdır sizdə. Biz bəzən radiolara qulaq asırıq, amma radioda görüntü olanda insan oturur, izləyir. Səsdə isə adamın hövsələsi çatmır. Görüntü daha gözəldir. Bu tamaşaçı fikridir, hörmətlə yanaşır. Mən başa düşürəm dinləyicini, izləyicini. Çünki bəli, bəzən mən də radiolara qulaq asanda, mən deyirəm onu görmək istəyirəm, o müğənnini. Əlbəttə ki, bəli. Başa düşürəm, təşəkkür edirəm. Bizə Fövqəladə Hallar Nazirliyinin əlbəttə ki, bizim dostumuzdur, köməkçi, mətbuat köməkçi yazıb, Ramillə xanım Sultan. Ramilə Sultan, buradan salamlayırıq. Yazıb ki, salam mənim doğmalarım, hər birinizi salamlayıram. Yeganə xanım mənim bacımdır, Aqil də mənim doğmamdır. Təşəkkür edirəm, çox sağ olun. Üzeyir Tahiroğlu yazıb bizə, şairimiz yazıb ki, ərvatınız xeyir olsun, salamlayıram, hər birinizi uğurlar arzulayıram. Çox sağ olun Üzeyir bəy, təşəkkür edirəm. Var olasınız. Zoluşka yazıb ki, Aqil səni də görmək xoş oldu. Zoluşka, mən sənlə sonra söhbət edəcəm. Efirin yeri deyil. Sən gəl mən dostluğa qəbul edirsən, gəl dostluqdan çıxardırsan. Sənin o şəkər buralar neysə.
Mən ki, keçirik sanırsam musiqi. növbəti SMS-lərimiz var. Aha. Növbəti SMS-lərimiz Nə var. gözəl, çoxdur Bəli. SMS-imiz Mütəllim bəy. Hər vaxtınız xeyirli olsun Aqil bəy. Zakataladan yazıb göndərik sizə. Mütəllim bəy çox sevirik. Çox gözəl ifaçıdır. Təşəkkür edirəm. Gəncədən bizə yazıb göndərirlər ki, salamlayırıq hər birinizi. Yeganə xanıma da buradan salamlarımı Çox sağ olun. göndərin. Təşəkkür edirəm. Mütəllimov da xoş gəlibdir. Bütün Azərbaycana öz salamlarımızı Təşəkkür edirəm. Gəncə, Zakatala, Bizə Naxçıvana ucardan xoş yazıb bizə. göndəriblər. Salam Aqil bəy. İnanın ki, sizin verilişləriniz, bütün sizdə yayımlanan verilişlər hamısı möhtəşəmdir. İnanın Allah ki, biz ancaq sizi izləyirik. Çünki Təşəkkür sizdə edirəm. qalmaqal yoxdur. Təşəkkür Təşəkkür edirəm. edirik. Biz Bəli. qalmaqaldan uzağıq. Firuzə Bəli. xanım yazıb bizə yardımlıdan. Maşallah rayonlardan bizi izləyirlər. Nə gözəl, nə xoş. Mütəllim bəyi salamlayıram. Aqil bəy sizdən xahiş edirəm görüntünü yığışdırmayın. Görüntü olanda sanki elə bir ki bir yerdə əyləşmişik. Hər Təşəkkür vaxtınız edirəm, xeyir. minnətdaram. Musiqiyə keç almaq istəyirik. Mikrofonu götürsün. Zəhmət olmasa bizim müğənnimiz Aha, nə gözəl. və buyursun Amma sizdən səhnəmizə. canlı da bir musiqi alacağıq Bəli. inşallah. Müğənni ola və Gözəl olan bir canlı musiqimiz musiqi gəlir. almayaq, Mütəllim bəli. bəydən gəlir. Bəli. Best FM radiosunda. Gəlin birlikdə izləyək. Yaşanan illəri geriyə döndərib yaşamaq olsa deyərdin bağışla, bağışla məni. Amma sən də bilirsən yoxdur bunda bir günahım. Taleyin oyunudur sonunda ayırdı bizi. Ne kadar mən üsyan etsem de min dəfə yox etmə desəm də ayırdı məndən səni apardı. Baxmadı sevginin feryadına. İlləri geride koysam da talihimiz ayrılık olsa da seninle beraber olmasam da beni bağışla. Bağışla, bağışla, sen bağışla. Bağışla, bağışla, sen bağışla. Bağışla, bağışla, bağışla ki ben günahkaram. Bağışla, bağışla, sen bağışla. Bağışla, bağışla, bağışla ki beni korumadım, beni korumadım sevgimizi. Bütün hayallar bitti, bütün arzular bitti. Bağışla, bağışla, sen bağışla. Bağışla, bağışla, bağışla ki beni korumadım, beni korumadım sevgimizi. Bütün hayallar bitti, bütün arzular bitti. İndi bu sözlerin ne mənası var? Amma kaş ki yine duyaydın beni. Beni korumadın, beni korumadın sevgimizi. Bütün hayallar bitti, bütün arzular bitti.
Bilsən necə peşman, necə peşmanam. Bağışla sevgilim, bağışla məni. Bağışla sevgilim, bağışla, bağışla məni. Best FM radyosunda herkes dinlesin bizi. Maraqlı haberler gözləyir sizi. Best FM'de, Best FM'de, Best FM'de, Best FM'de. Best FM, Best FM. Bəli, Best FM radyosundasınız, əziz dinləyicilər, əziz izləyicilərimiz. Hər birinizi yenidən xoş gördük. Mütəllimovdur müğənni qonağımız. SMS-lərimiz də var, səsləndirəcəm və Mütəllim bəyə sual verəcəm. Mütəllim, maşallah olsun, gözəl səsin var. Təşəkkür edirəm. Çox, çox. Bu istedad sizdən hardan yarandı? Yox, bu yaranmadı. Bu genetik olaraq gəldi. Genetik olaraq. Bəli. Bəli. Amma mənim həvəsim çox idi və təbii ki, bu profildə, bu sahədə çox özümü görürdüm və şükürlər olsun Allaha, yavaş-yavaş istədiyim anlara, istədiyim məqamlara çatmağa çalışıram. Maşallah. Allah səsinizə qüvvət versin. Allah razı olsun. Çox gözəldir. Əslində bu bəzi yeni doğulan müğənnilər imkan versələr, yaxşı olar da. Bizdə də problem bilirsiniz nədir? Bu yerindən çıxanlar, səsləri olmayanlar elə önə gedir ki, səsi olanlar isə kənardan qalır. Buna necə baxırsınız ümumiyyətlə bunlara? Nədən irəli gəlir bizim ölkəmizdə? Bax belə, mən açıq danışan adamam, səviyyəsiz müğənnilər mi deyim, səviyyəsiz səslər mi deyim? Bugün səviyyəli şəxslər çox geridə qalır. Mən belə bir şey əlavə eləmək istəyirəm. Əslində onların önə getməsində, onların daha da populyar olmasında hal-hazırdakı bizim cəmiyyətimizin Rolu böyükdür. Rolu böyükdür. Bəli, bəli. Günahı böyükdür. Bəli. Onu deyim. Yəni rolu Bəli. deməyim, günahı deyim. Bəli, Mən bəli. heç kimi qınamaq istəmirəm. Çünki belə bir misal var, hər malın öz alıcısı var. Yəni biz təqdim etdiyimiz musiqinin həqiqətən də musiqi düzgün tərəfləri var. Onu anlayan hər kəs ola bilməz. Onu anlayan biz müdriklər ola bilər. Bir balaca klass deyərək də, yəni bir balaca yüksək, yəni ali təhsili mi deyim və yaxud da Və intellekti mi musiqidə deyim, musiqi anlayışı olan adamlar, bəli. kəslərdir. Amma ki, musiqi olsun deyə, yəni bir qalışqada, yəni bir musiqi olsun deyə dinləmək o düzgün deyil. Çünki həmişə belə bir fraza var, musiqi ruhun qidasıdır. Bəli. Musiqi ilə biz ruhu qidalandırırıq. Ona görə düzgün tərz olmalıdır və təbliğat da düzgün getməlidir ki, gələcək nəsillər düzgün musiqidə anlasın. Amma mən sizə bir söz deyim ki, gələcək nəsillə düzdür, baxıram, yazığım gəlir. Bəli. Çünki acınacaq. onlar böyük bir fəlakət gözləyir. Biri var ki, təbii fəlakət, biri də var ki, insan fəlakəti. Bax, müğənni Bəli. fəlakətindən söhbət edirəm. Bugün deyək ki, bir uşaq, dünən yəni mən o situasiyonu yaşamışam, musiqi velosipedinə bağlı bir kolonka, bir addım yaxınlaş, belə gedir, belə gəlir, belə gedir, belə gəlir. Onda reklamı olur da, Agil mənim. Deyirəm ki, ay oğlum, Onların adını buraca görüm, deməyək. sən niyə qoymursan Flora xanım Kərimovadan, Nasper Dostəliyevadan, Bilyat Dadaşovadan və s. Şövkət Ələkbərovadan, bizim bəli. müğənnilərimiz var. Rəşid Yoxdur. Bey Budovdan. Aqil bəy, üzr istəyirəm. Buyurun. Deməli, siz ona biganə qalmayıb, onu yaxına gətirib o sözü onlara dediniz. Amma onu sizin deməyiniz çox azdır. Onu evindəki valideyn, Məktəbdəki müəllimə. məktəbdəki müəllimə Bəli, bəli. və onun çevrəsində ona yaxın olacaq insanların hər birindən bir kəlmə eşitsə, o düzgün yolda olmadığını anlayar. Çünki bu uşaqdır da, yəni
gəncdir, uşaqdır, onun hələ formalaşmayıb, onu düzgün Yonmaq lazımdır, bəli. O yatmaq lazımdır, plastilindir, bəli, bəli, bəli. Mən sizi çox gözəl anlayıram, amma bu körpələrə, gələcək nəslə yazığım gəlir. Həqiqətən yazığım gəlir. Çünki valideyn də o mahnılara qulaq asır. Va- Ona görə də uşaq o mahnılara qulaq asır. Valideyn nə mahnıya qulaq asırsa, mütləq uşaq ondan tərbiyə alır, maariflənir. Evdə uşaq nə görürsə, çöldə də onu təbliğ edir. Yəqin Bəli. ki, mənlə Bəli, razılaşarsınız. mən də həmişə onu vurğulayıram. Biz Bəli. məktəbdə, orta məktəbdə oxuyarkən müəllimənin gözəl bir sözü var idi. Evlad ailənin güzgüsüdür. Bəli. Verir bu fraza. Yəni Qəşəng nə bir görürsə, frazadır. gəlir onu Bəli, əks bəli. etdirir. Bəli. Və ailədə əgər ailə başçısı özü uçurumdadırsa, özünün tərzi odursa, özünün dinlədiyi odursa, yəni evladın onu bir balaca rahatlıqla qəbul edirsən. Yəni ki, Anlayıram. belədir. Mütəllib bəy, neçə vaxt ümumiyyətlə sənətdəsiniz? Mən ümumiyyətlə doğulandan Elə bu musiqilə sənətdə doğulmuşam. yəni. Başa düşəm. Amma professional olaraq, professional səhnədə mən deyərdim ki, Sənətinizlə fəxr edirsiniz. bəli, Bəli. Yəni nəfəs alıram mən. 10 il olar, bəlkə də yoxsa az olar, ya çox olar. Mən deyərdim 4 il, 5 il. 4 il, professional 5 il. səhnədəsiz. Professional səhnədə. Bəli. Amma ondan öncə də mən yenə vurğuladığım kimi böyük səhnələrdə olmuşam. Mən belə bir şey düşünürəm ki, bir insanın önə getməsi üçün onun birinci öz şəxsiyyətini qorumalıdır. İlk öncə. İlk öncə. Bəli. İnsanlar var ki, dəstək olduğumuz, məsəl üçün, deyək ki, öz dostlarımız var ki, teleparıcı olub buradan gedib verilişlər aparırlar, müğənnilik də artıq eləyirlər. Artıq həm müğənni olurlar, deyir ki, hələ adını çəkəcəm, bu elə mütəllim Çəkməyin. Yox, yox, lazım deyil. Yox, onun adını çəkmirəm, başqasının adını çəkəcəm. Bilirsiniz nə demək istəyirəm? Deyirlər ki, gəlin gedək Aqil bəyin studiyasına. Yox, mən vaxtım yoxdur, mən oraya gedə bilmirəm. Məni Ulu Öndər əlimdən tutub gətiribdir səhnəyə. Ulu Öndər harda tutub sizin əlinizdən gətiribdir? Mənim üçün maraqlıdır. Axı mən onu görməmişəm axı. Sən niyə yalandan danışırsan? Sən buradan çıxırsan, artıq böyük kanallar, böyük çəkilişlər, böyük səhnələr artıq keçmişini unudursan. Elə onu demək istəyirəm ki, keçmişini unudan insanlara necə baxırsınız bir müğənni kimi? Bəli, mən belə bir şey Buyurun. istəyirəm. İlk öncə, bəli, mən onu dəstəkləyirəm ki, o gəlib ilk öncə kiçik bir yerdən başlayıb və hansı zirvələrə gedib. O onun uğurudur. Bəli. Onu mən alqışlayıram. Amma bir insan ki, çönüb arxasına baxa bilmir, o onun acizliyi, onun özünü Zəifliyidir. çox Belə böyük bir deyək. zəiflikdir. Bəli, Yəni ki, zəiflik o deyərdim buna. İnsan hər bir kəs, yəni böyük bir məsələlər var buna aid. Hər bir kəs hardan çıxdığını və hansı nöqtəyə gəldiyini bilməlidir. Yəni Mütləq. bir sözlə çönüb arxaya baxmağı bacarmalıdır. Mütləq. Çünki keçmişi olmayanın gələcəyi olmamalıdır. Ola bilməz. Keçmişi olmasın, onun gələcəyi var. Xeyr. Və bir də ki, insan dünyaya gəldikdə hansı vəziyyətə, hansı əhatəyə gəlir, o onun səhvi deyil. Amma dünyadan köçəndə nə cür köçürsə, o onun səhvidir. Tam Çünki doğru. Bəli. həyat ölgədir. Biz hər bir saniyəmiz, hər bir günümüz bir məktəbdir. Hər gün insan yatanda öz gününü, bugünkü günüm nə olubsa, onun özünə hesabatını verməlidir. O hesabata uyğun da gələcəyini qurmalıdır. Aydın, aydın. Əlbəttə ki. Mütəllim bəy, bir sual da verməyəcəm. Buyurun, buyurun. Mütəllim bəy, bir də sual da vermək istəyirəm sizə. İnsan üçün brend yoxsa iz? Brend və nə? İz. 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 Hər ikisi də önəmlidir. Hər ikisi önəmlidir. Siz buna indi belə yanaşırsınız. Mən Hər ikisi də. sizə Çünki brend olmaq da lazımdır. Yəni o artıq sənin klassını göstərir, sənin vəziyyətini göstərir. O vacib tərəfdir. İz də ki, mən belə iz deyim ki, qorxulu izdən. gələcək Bəli, nəslə Nə iz qoyub ötürürsən? Hər getmək. ikisi də önəmlidir. Təbii Hər ki. ikisi, elə- yəni düzgün tərəf. Biz necə bir tərəfə baxanda onun biri var düz tərəfdən görəsən bir müstəvini və ya da onun sağdan da baxa bilərsən, soldan da baxa bilərsən. O insanın
düşüncəsinin, onun intellektinin ona yol verməsi, IQ səviyyəsinin ona yol verməsindən irəli gəlir. Amma yenə də nə olursa olsun, qoyduğu iz vacib tərəfdir. Çünki o iz, bugün mən deyirəm ki, fəxr edirəm ki, mən xanəndə mütəllim onun nəvəsiyəm. Amma elə insanlar var ki, öz babasının, atasının adını çəkməyə utanır. Bəli. Onun qoyduğu izdir. Bəli. Yəni ona görə hər ikisini mən vacib tərəf qoyuram. Sizin babanızın adını qoyublar sizə. Bəli, mən xanəndə mütəllim nəvəsi, mütəllim Gözəl, nə gözəl. Bəli, bəli. Dünyasını dəyişiblər. Bəli, bəli, Babanızdan mən bildiyim üçün Allah rəhmət bəli. eləsin. Allah Allah Və- o cür sənətkarın nəvəsi bugün bizim studiyamızda. Bəli, bəli, Bizim üçün fəxrdir. bir fəxirdir. Bəli. var olun. Və Allah razı olsun. babanızdan söhbət düşmüşkən, babanız böyük həm də pedaqoq olubdu. Bəli. Hətta Yaqub Məmmədovun ona dəstər vermişdi, Bəli, sənətkarlıq dəstəri. Və bu gün siz necə müəllim olmaq fikrindəsiniz bu sahədə? Mən pedaqoji fəaliyyət deməzdim. Bilmirəm, onu gələcəkdə edərəm, etmərəm. Amma mənim bütün gənclərə, bütün istedadı olan hər bir kəsə, buradan da vurğulayıram, yəni eşidin, bilin onu, əlindən gələcək dərəcədə nə mümkündür, heç bir şey əsirgəməyəcəm ki, onlar irəli getsinlər, onlar nəyəsə yiyələnsinlər, böyük səhnələrdə olsunlar. Mən buradan da hər kəsə səslənirəm. Kim ki mütəllimdən zərrə olaraq, indi yəni mən hələ özüm o dərəcədə deyiləm ki, misal üçün də, amma mənim bacardığım, əlimdən gələn həm məsləhətlərimlə, həm yönəltimlə, mənim əlimdən gələcək hər bir şeyi heç bir kəsdən əsirgəmərəm. Amma, yenə vurğulayıram, istedadı olan insanlara söhbət gedir. Çox yaxşı bir fikirdir, bəli, çox yaxşı bir fikirdir. Mütəllim bəy, 10 ildən sonra özünüzü harda görürsünüz? Mən bir neçə ildən sonra özümü hətta yüksək məqamları, yüksək bir yerdə görürəm. İnşallah. Səbəb odur ki, mən yalnız sənət təbliğ edirəm. Mən şəxsi həyatımla bağlı heç bir şey təqdim etmirəm cəmaata. Mən hansısa bir artizmdən, hansısa bir vəziyyətlə irəli getmək düşünmürəm. Mən yalnız sənət göstərirəm və şükürlər olsun Allaha, izləyicilərim var, sevənlərim var. Bəli, kifayət qədərdir. Şükürlər olsun. Onlarla mən dialoqa da keçirəm, onlarla danışıram. Bizim hətta öz qrupumuz da var. Mənim sevənlərin bu yaxınlarda Aqil bəyin doğum günüdür. Mən də may ayında doğum günüm idi. Nə gözəl, təbrik Təbrik edirəm. edirəm, Bilməmişəm heç, təbrik edirəm. Və hal-hazırda canlıda da izləyirlər. Hər bir kəs yığılıb gəldilər mənim doğum günümə. Mən öz hədiyyələrim, siz mənim üçün özünüz hədiyyəsiz də. Yəni mən sizləri o qədər sevirəm ki, sizlərlə mən ruhlanıram, sizlərlə mən qidalanıram. Və o sevgini görməmək, onu görməzdən gəlmək və yaxud da önəmsəməmək, o artıq insani xüsusiyyətlərdən kənar bir şeydir. Mən hər birinizi sevirəm, buradan da deyirəm onu. Siz mənim üçün hər şeydən önəmlisiniz, yaxşı ki varsınız, yaxşı ki varımsınız. Nə gözəl, nə gözəl. Dinləyiciyə demək istədiyiniz ən səmimi söz nədir? Ən səmimi söz, ümumiyyətlə mənim tərzim səmimiyyətdir. Mənim ağzımdan çıxan hər bir şey səmimi. Mən burada gördüyünüz mütəllim evdə də həmin mütəllimdir, səhnədə də həmin mütəllimdir. Mən yalnız sevgilərimi deyə bilərəm. Yəni səmimi olaraq məni qəbul edin, onu deyə bilərəm. Nə gözəl. Çox yaxşı bir cavab oldu. Mütəllim bəy, bax bu gənc səhnəyə gələn müğənnilər haqqında Aqil bəy danışdı. İstedadlı gənc müğənnilərdən söhbət gedir. Bəli. Onlara, yəni bu gün sizin tövsiyələriniz və arzularınız nədir? Mən ümumiyyətlə həm gənclərə, həm yeni başlayana, həm də ki artıq sözünü demiş hər bir kəsə müraciət demək istəyirəm ki, sizlərdən ricam və xahişim odur ki, təqdim etdiyiniz mahnının hər zaman elə bir mahnılar təqdim edin ki, yadınızda olsun. Biz Üzeyir Hacıbəyov Azərbaycanlıyıq. Bizim Azərbaycanımız Üzeyirlər yetişdirib, Qara Qarayevlər yetişdirib. Əmirovlar yetişdirib, Zeynallar yetişdirib, bəli. Cahangirimiz, bizim Rəşid Behbudovumuz, bəli. Bəstəkarlara demək istəyirəm ki, yəni bizim Emin Sabitovumuz var, bizim Tofiq Quliyimiz var, bizim elə bəstəkarlarımız var ki, onlar heç bir zaman onların əsərləri, heç bir zaman onların qoyduğu yol məhv ola bilməz, ölə bilməz, onu yaşadın və onları yaşatdıqca vallahi yaşayacaqsınız. Əlbəttə ki, həm də Azərbaycan musiqi mədəniyyəti yaşayacaq və
hər hansı bir xarici ölkədə və ya da xarici ölkənin nümayəndəsinə düzgün təbliğ ediləcək Azərbaycan musiqisi. Azərbaycan musiqisi deyəndə bayağı musiqi artıq heç kim fikirləşməsin. Çünki bizim musiqimiz dərin musiqidir. Bəli. Bizim musiqimiz həqiqətən də böyük, yəni orada zəngin çalarlar var, muğamlarımız var. O musiqidən adını çəkmək istəmirəm, amma bayaqlar Aqil bəy buyurdu, hansı ki o Versabetdə gedib dinlədikləri mahnılar. O mahnıları, yəni inandırım ki, zarafata belə oxumayın. Bəli, zarafata belə oxumaq qorxuludur. Zarafata belə oxumayın. Çünki hər bir kəs onu zarafata bir-birinə göndərir, paylaşır və s. ora-bura və o toplumun görməsinə, eşitməsinə səbəb olur. Yenə də vurğulayıram, zövqlərimizi körüyür. Olmasın. Yəni professional baxışdan deyirəm, amma yəni sıradan bir kəs heç kimin qəlbinə dəymək istəmirəm. Azərbaycanın hər bölgəsindən yazırlar. Hər bir güşəsi bizim üçün doğmadır. Azərbaycanı mən çox sevirəm. Bölmürəm heç bir bölgəsində, hər tərəfi gözəldir. Hər tərəfi, dağı, aranı, kəsəyi, hər tərəfi gözəldir və hər bir bölgəsinə ünvanlanıram ki, səviyyəli mahnılar, düzgün mahnılara qulaq alsın və onu nəsilbə-nəsil ötürək. Buyurun. Təşəkkür edirəm. Çox gözəl söhbət edirsiniz. Maraqlı söhbətlər. İstəyirəm ki, artıq verilişimizin sonu gəlib çatdıq. Aha, sonuna gəldik çatdıq və sonda nə demək istəyirsiniz? Mən hər zaman musiqilərimizi təqdim edəndə mən onun bəstəkarı və şairlərini təqdim etməyim mütləq, bu vacibdir. Vacibdir. İlk öncə oxuduğum Bağışla mahnısını təqdim etmədim. Gözəl mahnı idi. Bəli, o bir əsər obrazında yazılıb. Dilarə Qulamova bəstəkarı, sözləri isə Elxan Əliyevə məxsusdur. Bəli. Leylanın atasıdır. Aha, nə gözəl. Yəni buradan hər birini salamlayıram, onlara can sağlığı arzulayıram. Amma indi təqdim edəcəyim mahnı bir balaca dinamik mahnıdır. Bu mahnının da söz və bəstəkarı Narəmə aiddir. Narəm də çox istedadlı bir bəstəkar, özü də həm də gözəl səsi də var. İnşallah ona həm sözləri, həm musiqisi. Həm sözü, həm musiqisi ona aiddir. Nə gözəl. Bir balaca müasirliyə uyğun bir mahnıdır. Olsun. Sələşin dinləyək, zəhmət olsa səhnəmizə buyurardınız. Əziz dinləyicilər, biz isə sizdən sağollaşırıq. Sağ olun, salamat qalın. Hər zaman Best FM-ə dinləyin və hər zaman Best FM-lə olun. Ona ad qoyam, siman itdi göz önümdən, baş açmadım öz özümdən, düşüncələrim qarışdı itdi, rəsmini cızma qara etdim, elə düşdüm ki gözümdən, bütün bağları qırdım getdim, geri dönməsən, silmişəm adını hər yerdən, daha qalmadı mesajlarım, ki blokdasan sən hər yerdə, geri dönməsən, silmişəm adını hər yerdən, daha qalmadı mesajlarım ki blokdasan sən hər yerdən. Yaşamağa yeni başladım, sükut həyat mənlik deyil, sən gedərkən bunu anladım, daha hər günüm yeni bir əyləncə, hər günüm ayrı bir möcüzə, zülmedirmiş sən mənə, bunu geç də olsa anladım. Let's go! Geri dönməsən, silmişəm adını hər yerdən, daha qalmadı mesajlarım, ki blokdasan sən hər yerdə, geri dönməsən, silmişəm adını hər yerdən, daha qalmadı mesajlarım ki blokdasan sən hər yerdə. Silmişəm
uçlarım ki bu oktasan sen her yerde